Azərbaycanda son günlər kəskin respirator virus infeksiyasının geniş yayılması ciddi gərginlik yaradıb. Xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə edilir. Xüsusilə uşaqlar arasında xəstəliyin ağır keçdiyi bildirilir. Mövcud vəziyyət valideynləri və həkimləri narahat edir. Mütəxəssislər isə profilaktik tədbirlərin vacibliyini ön plana çəkirlər. Mövzu ilə bağlı təbii üsullarla müalicə üzrə ekspert həkim Seyfəddin Əsəd qeyd edib ki, hazırda yayılan infeksiya əvvəlkilərlə müqayisədə daha ağır keçir. Bu infeksiya hazırda yayılıb və çox ağır keçir. Mən indiyə qədər, hətta koronavirus dövründə belə bu qədər ağır keçən virus görməmişəm. Bunu uzun illərin həkimlik təcrübəsinə əsaslanaraq deyirəm. Ən vacib məqam odur ki, virusun profilaktikası müalicəsindən qat-qat asandır. Bu nə deməkdir? Valideynlər uşaqları məktəbə göndərərkən mütləq maska taxdırmalıdırlar. Uşaqlar bir-biri ilə görüşərkən öpüşməməli, əl-ələ görüşməməlidirlər. Bu həm uşaqlara, həm də böyüklərə aiddir. Salamlaşma vaxtı koronavirus dövründə olduğu kimi yumruqla salamlaşmaq tövsiyə edilir. Barmaqları bir-birinə toxundurmaq olmaz. Çünki insanlar əllərini tez-tez burunlarına aparır və bu yolla infeksiya ötürülür. Mütləq şəkildə məsafə saxlanmalı, yaxın təmasdan qaçınılmalıdır. Əllər tez-tez yuyulmalı və spirtlə dezinfeksiya olunmalıdır. Mütəxəssis infeksiyanın ilkin əlamətləri vaxtı təbii vasitələrdən istifadəni mümkün hesab edir. Əgər artıq infeksiyanın ilkin əlamətləri hiss edilərsə, 2 saatdan bir buruna soğan suyu damızdırmaq olar. Uşaqlarda bu mütləq su ilə bərabər nisbətdə durulaşdırılmalıdır. Mən özüm təmiz halda istifadə edirəm və çox yaxşı effekt verir. Soğan suyu güclü virus öldürücü təsirə malikdir. Səhərlər və axşamlar bir diş sarımsaq qəbul etmək də faydalıdır. Uşaqlarda 2 hissə suya 1 hissə 3% hidrogen peroksid, böyüklərdə isə su ilə peroksid bərabər miqdarda qarışdırılaraq istifadə edilə bilər. Bu üsul düzgün tətbiq edildikdə yaxşı nəticə verir. Boğaz üçün qarqara məqsədi ilə soğan suyu suda həll edilərək istifadə edilə bilər. Bundan əlavə, tut bəhməzi və doşab ilıq suda həll edilərək qəbul edilə bilər. 2 saatdan bir çay qaşığı balı ağızda yavaş-yavaş əridib udmaq virusun və mikrobların inkişafının qarşısını alır. Əgər burun və alın nahiyəsində güclü ifrazat yaranıbsa, kartof və ya balqabaq doğranıb suda qaynadılır. Sonra həmin buxar dəsmal altında nəfəsə çəkilir. Bu üsul uşaqlara deyil, yalnız böyüklərə məsləhət görülür. Buxar frontal və sinus boşluqlarını təmizləyir. Qızdırma vaxtı uşaqları qalın geyindirmək olmaz. Temperatur olduqda geyim nazik olmalıdır. Hərarət yüksəkdirsə, uşağın boyun, çiyin, qol və böyrük nahiyələrinə dəsmala bükülmüş buz qoyula bilər ki, temperaturun qalxmasının qarşısı alınsın. Bədəni ilıq su ilə silmək də faydalıdır. Xəstə mütməq nəzarətdə saxlanmalı, bol maye qəbul etməlidir. Əgər su içə bilmirsə, həkim məsləhəti ilə sistem, damar daxili maye qoyulmalıdır. Ümumiyyətlə, immunitetin gücləndirilməsi üçün arı məhsulları, çiçək tozu, arı südü, propolis və təbii mumyadan istifadə müsbət təsir göstərir.